Əskərin qanı dolandı qanlı meydanı, şəhidlərə salam ola. Əzizim lay lay, ümidim lay lay, batan köynəyi qanə, şəhidim lay lay, şəhidim lay lay, şəhidim lay lay. Ey qəhrəman şəhidim, şəhadətün mübarək. Ey qəhrəman şəhidim, şəhadətün mübarək. Getdin qonaq Hüseynə, ziyarətün mübarək. Getdin qonaq Hüseynə, ziyarətün mübarək. Ey qəhrəman şəhidim, şəhadətün mübarək. Getdin qonaq Hüseynə, ziyarətün mübarək. Gəldi məzarın üstə, ziyarətün mübarək. Oğul saldın ananı, yanar odlara getdin. Cavanlıqda məzarət, başında yara getdin. Məni qoydun oğulsuz, əzizim hara getdin. Getdin qonaq Hüseynə, ziyarətin mübarək, ziyarətin mübarək. Oğluvun topraqları üstə, qəlbi dincəlir anacan. Üstümə yağırdın güllə, sinəmi dəlir anacan. Dəmbədəm yaralarımdan tazə qan gəlir anacan. Ağlama mənim qəmimdən, ağlasan Hüseyn ağla, ağlasan Hüseyn ağla. İlahi şahid ol özün, mən ağlıram balam gülür. İlahi şahid ol özün, mən ağlıram balam gülür. Yavaş yavaş yumur gözüm, mən ağlıram balam gülür. Yavaş yavaş yumur gözüm, mən ağlıram balam gülür, balam gülür. Bugün Haqq Səs TV bir kollektiv olaraq Cəlilabad rayonundayıq. Şəhid Rəvanın məzarı üstə. Şəhidlərin şahidi olan qazilərimizdir. Rəvanla bərabər müharibədə sağlamlığını itirən qazəmizi danışır. Salamlayıram mən də şəhidlərimizə ruhum, şəhid ailələri və qəhrəman xalqımız. Düzdür, Rəvanla mən əmi bala, qardaş oğlu və vətən müharibəsində Rəvan könüllü olaraq komissarlıqdan atası yola salanda demişdi ki, bəs ana ilə görüş. Demişdi, yox, mən anamla görüşsəm, mən bu cəsarətlə gedə bilmərəm. Nəsə danışdıq, Rəvan gəldi. Rəvanla bir döyüşə girdik. 2020-ci il sentyabrın 21-də. Mən Rəvana dedim ki, Rəvan, sən burada xidmətdə olubsan, Rəvan hərbiçi idi, sənədlərin təqdim elədi, nəysə qardaşım biraz
narahat idi. Dedi, nəsə alınmadı, məsləhət olmadı. Vətən müharibəsində Rəvan sentyabrın 30-da Rəvanla görüşdüm. Dedim, Rəvan, biraz ehtiyatlı ol, müharibədir. Dedim, mən bura gəlmişəm, ya şəhid, ya qazi olaraq qayıdacam. 11 nəfər kamera postu, düşmənin əlaqəsini kəsmək lazım idi ki, düşmən kamera ilə görürdü. Rəvangil 11 nəfər komandirləri Kapitan Mehdiyev Samirlə. Onlar kamera postuna daxil olub, postu məhv eləmişdilər. Və orada olan düşmən əskərləri məhv edərək onları qıratman buradalar. Onlar 11 nəfər çox, necə deyim, demək çətindir. O səhnə başqa səhnə idi. Rəvangil çox faciəli şəhid oldular. Onlar 11-i də yanaraq şəhid oldular. Rəvanın, bugünkü gündə Rəvanın gələcək həyatın qurmaq üçün sevib seçdiyi qız bu günləri ata evindədir, amma o ailə qurmayır. Gör, Rəvan ona hansı sözlər vermişdi, Rəvanla hansı sevgini təklif eləmişdi. Amma bütün sevgilərdən də üstün Rəvan vətən sevgi. Rəvan deyir, görəcəksiniz məni. Vaxt olacaq, mənlə siz fəxr eləyəcəksiniz. Allah məqamını uca eləsin. Allah qardaşıma da, gəlinimə də ömürlərinə bərəkət versin. Allah onlara dözüm versin. Düzdür, biz danışırıq, döyüş yoldaşı kimi danışırıq, amma ata-ana ürəyi tamam başqadır da. Eşiğin qabağında çəkilmişəm. Onu da ora yerləşdirəcəm ki, bax, mən yerində sayasın. Müharibə təkcə ateş səsi deyil. Həm doğmaların bir-birinə son baxışları. Rəvan Məmmədov 44 günlük savaşda əmisi Məhərrəmlə çiyin-çiyinə vuruşdu. O düşman oduna tuş gəlib yanarkən əmisi onun qollarından buraxmadı. Bugün qazi əmisi şəhid qardaşı oğlunun xatirəsini həm ürəyində, həm də yanan qollarında daşıyır. O döyüş meydanında tək deyildi. Əmisi Məhərrəm həm onun qanı, həm də silahdaşı idi. Rəvan ağır yaralanıb son nəfəsini öz doğma əmisini Məhərrəmin qollarında can verdi. Bir əmi üçün ən çətin o qardaş oğlunun od içindən külə dönən bədənin qucağında saxlaması idi. Allah şəhidlərimizi rəhmət etsin, məqamlarını uca etsin, qazilərimizə şəfa versin. Allah dövlətimizi, cənab prezidentimizi qorusun, şəhid ailələrinə bəzi məmurların diqqətsizliyin üzərindən götürsün. Bugünkü gündə çox çəkilişlərdə oluruq. Çox şəhidlərimizin ailəsi diqqətsiz, çox qazilərimiz dövlət qapılarından əli boş qayıdır. Ay mənim nazlı balam, gözləri icazlı balam, demədim dərdini heç, ay sinəsi nazlı balam.
Üç gece olmadı su Qundağını açdım bələdim Məşə səqqaya baxıb Sən mələdin, mən mələdim Ey yüzə göz yaşını Sən elədin, mən elədim Baba bağlar diyar ahi Yatan iqbalə lay lay Güzelim sen güzelim İstemelim sen güzelim Hey dedim atma beni Sen sağelim sen güzelim Cavidan oldu yadun Nem yezelim sen güzelim Getirdi oh su yanında Seni amale lay lay Gülüm lay lay Sana vallahi Altı ay bir tərəfə son nəfəsi Bugün şəhid Rəvan Məmmədovun Cəlilabad rayonunda ev muzeyində qonaq oldu. Hər bir şəhid ailəsinin, hər bir qazilərin müraciətlərinə diqqət göstərmək, onların xidmətində durmaq bütün dövlət qurumlarının borcudur. Amma bəzi danışıqlarımız oldu kamera arxasında. Görürük ki, bugünkü gündə Rəvan yanaraq, külə dönərək şəhidlik zirvəsinə ucalmasına baxmayaraq, rayon icra aparatının, rayon icra nümayəndələri tərəfindən bu ailə heç bir diqqət görmür. 11 nəfər balaca bir daxmada yaşayır. Rəvan böyüyüb, boya başa çatdığı ev kiçik bir daxma olub. Bugünkü gündə bu evin bu vəziyyətə düşməsi, bu formada olması cəmiyyət içinə çıxılası olsa da, amma bu evdə, bu ocaqda Rəvanın nəfəsi, Rəvanın özü yoxdur. SSTV bir kollektivi olaraq bu günləri şəhid Rəvan Məmmədovun ev muzeyində olduq, məzarını ziyarət etdik. Bütün dövlət qurumlarının borcudur ki, şəhid ailələrinə necə deyərlər, xidmət göstərsin. Həmçinin ailədə görüşdə olduğumuza, yəni şəhid ailəsinin evində 3 dənə əlil, ailənin dolanışığı zəif olduğu, yəni gözümüzdən qaçmadı. Ümid edirik ki, biz bu çəkiliş edəndən sonra dövlət başçısı cənab İlham Əliyev, Mehriban xanım Əliyeva bu ailəyə tapşırıqlar əsasında diqqət göstəriləcəkdir. Bu günlər çəkilişlərimiz oldu Rəvan Məmmədovun şəhid muzeyində, məzarı üstə. Anasının, atasının dilindən Rəvan haqqında qalan xatirələri eşitmək istəyərdik. Mən Rəvan haqqında çox şey danışa bilərəm. Rəvan çox qeyrətli oğul idi. Rəvan demək aprel döyüşlərində təsadüf elədi onun əskərliyi. Rəvan 1 il 3 ay demək olar ki postlarda qullaq elədi, aşağıda qalmadı. Ancaq ermənilərin üzvəzi oldu. Rəvan orada demək öz əskər yoldaşlarını şəhid vermişdi. Hələ o müharibə getməyən vaxtlarda. Əskərlik hərbini qutardı, evə gələndən sonra dedi, mən qayıdıram gizir işləməyə. Vilayət Quliyev var, indi hərbi hissə komandiridir, indi bilmirəm harada, korpus komandiridir. O Rəvanın demək olar ki, necə deyim, komandiri idi. Sonra əmsi orada gizir işləyirdi. Rəvan qoymadım gedməyə, açıq sözü. Rəvan özümlə tikinti yapardım. Kran vəzifəsinə yiyələndi. Rəvan, amma Polad Həşimov bizim
milli qəhrəmanımız şəhid olanda Rəvanın dostu da orada şəhid olmuşdu. Rəvan artıq krandan imtina elədi, işdən imtina elədi. Dedi, mən gedirəm hərbiyə. Mən dayana bilmirəm. Nəysə, onun demək arzusu Çin oldu. Səfərbəylik hərbi, demək müharibəyə çağırış oldu. 21 sentyabrın 21-də. Rəvan, mən bir otaqda qalırdıq. Rəvanla görüşdüm. Dedim, Rəvan, mənlə görüşürsən, gedirsən. Mənə dedi ki, ata, bunun gedişi var, gəlişi yoxdur da. Mənim qəlbimdə vətən üçün mənim alnım açıq olmalıdır. Mən gedəcəm. Dedim, onda bəs ged, Anva zəngiliyim, gəlsin, hərbi komissarlıqda səndən görüşsün. Dedi, ata, səndən bir dənə xahiş eləyim. Olar. Dedim, əlbəttə, mən səni eşidirəm. Dedi ki, anama demə. Demək, mən müharibəyə getməyimi anam bilməsin. Dedim, niyə? Dedi, çünki mən anamın gözlərinin içinə baxsam, anam mənə desə, get, getmə, getməyəcəm. Çünki vətən, ana, vətən. Eynidir, bunlar ayrılmaz. Nə mən anamı atqaz eləyə bilmirəm, nə vətəni atqaz eləyə bilmirəm. Bu vətən üçün ölmək elə mənə qismət olsun. Nəysə, mənlə görüşdü, gəldi elə axşam saat 12-də Cəlilabad rayon hərbi komissarlığından müharibəyə yollandı. Rəvanın döyüşləri də gəlib çıxıb bizə baxmışıq. Həqiqətən Rəvan ərsüsünə çatdı. Amma mən bu günləri 44 günlük müharibədə biz nə itirdik, nə qazandıq. Biz gözəl belə vətənin qeyrətli oğlanlarını itirdik. Çünki vətənin qeyrətli oğlanları vətən üçündür. Onu düşmənlərdən qorumaq üçündür. Onu da mən fəxr edən bir mənim övladım Rəvan Məmmədovdur. Yəni, bütün qohum əqrəbə, bütün demək olar, hamı bilir ki, Rəvan könüllü getdi. Yəni, öz ərzəsi də var idi Rəvanın getmək üçün. Amma məni, demək, qazandığımız, itirdiyimiz Rəvan kimi 3000 oğul itirdik. Amma nə qazandıq? Biz vətən, torpağın, biz yağı düşmandan aldıq. Azərbaycanın ərazi bütövlüyünü təmin elədik. Amma mənim buradan müraciətim cənab İlham Əliyev, Ali Baş Komandanımızadır. Cənab Prezident, Rəvanın ailəsində 3 dənə əlil var. Böyük oğlum Rəsul Məmmədov, yoldaşı və onun övladı. 11 nəfər mən bir evdə yaşayıram. 120 kvadrat olan evdə biz 11 nəfər yaşayırıq. Mənim günüm, rüzgarım aznacaqlıdır. Mən çəkinmirəm, ona görə çəkinmirəm ki, mən istəmirdim bu efirlərə çıxam, amma artıq 6-cı ildir. Mən prezident administrasiyasına neçə dəfə müraciət eləmişəm. Mən o sosial müraciət eləmişəm. Yəni, məni elə yola ver kimi göndərirlər, ged ora, dövlətin siyasətidir, dövlət bilər, nə vaxt verər. Ay başa durun, mən öləndən sonra o evi neynirəm axı? Kim yaşayacaq ora? Mən Rəvan kimi oğul verdim bu dövlətə, canımı verdim mən. Bizim vitse-prezidentimiz Mehriban xanıma müraciət edirəm buradan. Mənim vəziyyətim aznacaqlıdır. Azərbaycanımızın, bizim dövlətimiz, güclü ordumuz, bizim iqtisadiyyatımız, hər şey yerindədir. Amma mənim kimi şəhid atası, şəhid anası Padvalda yaşayır. Bugün mən minnətdaram bu xanıma. Bu günləri bizim gəlib, bizim bu evimizdə şəhidi yaşadır, çəkiliş apardı. Mənim də səsimi Ali Baş Komandanımız İlham Əliyevə çatdırır ki, xahiş edirəm mənim haqqımda bir köməklik göstərəsiniz. Adiyyəti qurumlar mənə baxasınız. Mən hara gedirəm,